Salam, xoş gördük hər birinizi. Biz bugün sizlə xanlıqların sual-cavab hissəsinin ikinci hissəsinə baxacağıq. Demək, birinci hissədə əsasən daha geniş xanlıqları sual-cavab elədik. İkinci hissədə isə biz İrəvan, Naxçıvan, Şamaxı, Gəncə, Bakı, Dərbənd və Lənkəran xanlıqlarını sual-cavab edəcəyik. Həmçinin xanlıqlar dövründə ictimai, iqtisadi və mədəni həyata bir nəzər yetirəcəyik. Başlayaq. Deyin görək, o hansı xanlıqdır ki, əsasən Ağrı vadisi, Dərələyəz və Göyçə gölü ətrafı torpaqlarda yer almışdır. Hansı xanlıqdır? Bəli, xanlıq olaraq xanlığımız İrəvan xanlığı idi. İrəvan xanlığının əsasını kim qoymuşdur? Bəli, Mirmehdi xan Əfşar qoymuşdur. Doğrudur. Yaxşı, deyin görün mənə. Çuxursəd bəylərbəyliğində iki xanlıq yaranmışdır. Hansılar idi bunlar? Elə biri İrəvan xanlığı idi, biri də Naxçıvan xanlığı idi. Doğrudur. Yaxşı, Çuxursəd bəylərbəyliyi hansı dövlətin zamanından bəylərbəylik olmuşdur? Bəli, Səfəvilər dövlətinin zamanından. Yaxşı, deyin görək mənə. Neçənci ildə hansı xanlığa məhz Qarabağ hakimi Pənahəli xan, həmçinin Xoy hakimi və Katli-Kafetiyə çarlığı yürüş eləmişdilər? Hansı xanlığı idi? Bəli, İrəvan xanlığı idi. Doğrudur. Yaxşı, deyin görək mənə, İrəvan ərazisinə ilk dəfə ermənilər nə vaxt köçürülmüşdür? Bəli, 1441-ci ildə hardan? Kilikiyadan erməni katolikosluğunun ərazisi məhz İrəvanda yerləşən 3 kilsə ərazisinə köçürülmüşdür. Kimin razılığı ilə? Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə. Doğrudur. Yaxşı, deyin görək mənə, İrəvanda nə vaxt Qacarlar sülaləsi gəldi hakimiyyətə? Bəli, 1755-ci ildə. Kim idi? Həsənəli xan Qacar. Həsənəli xan Qacar neçənci ilə qədər hakimiyyətdə olmuşdur? Bəli, 1759-cu ilə qədər. Doğrudur. Yaxşı, burada deyirik ki, kimin bura 1765 və 69-cu illərdə yürüşü olmuşdur? Hətta İrəvan xanlığına aslı vəziyyətə salır ki, İrəvan xanlığına bac verməlidir. Kim idi bu? Bəli, Katli-Kafetiyə çarlığı idi. Bəs kimin tələbi ilə İrəvan xanlığı Katli-Kafetiyə verilən bacı dayandırılır, xəracı dayandırılmışdır? Bəli, Şiraz hakimi Kərim xan Zəndin tələbi ilə dayandırılmışdır. Doğrudur. Kərim xan Zənd nə vaxt ölmüşdür? Bəli, 1779-cu ildə. Doğrudur. Bundan sonra artıq Katli-Kafetiyə çarlığı bura yürüş edir. İrəvanı tuta bilməsə də haranı tutmuşdu və geri qayıdarkən 2500 əhalini özü ilə aparır? Bəli, Şörə yer ərazisi. Doğrudur. Bəs yaxşı, İrəvan xanlığı kimə arxalanaraq Katli-Kafetiyə çarlığından həmin o əhalini geri qaytarmasını istəyir? Bəli, Osmanlı dövlətinə. Doğrudur. Hətta İrəvan xanlığı xarici hücumlardan qorunmaq üçün Osmanlı dövlətinə arxalanmışdır. Osmanlı dövləti də İrəvan xanlığını müdafiə etmişdir. Doğrudur. Yaxşı, bəs deyin görün, nə vaxtdan Katli-Kafetiyə çarlığının İrəvan ərazisinə yürüşləri daha da artmışdır, fəallaşmışdır? Hansı hadisədən sonra? Hadisə o idi ki, 1783-cü ildə Gergevs müqaviləsinə görə Katli-Kafetiyə çarlığı Rusiyadan asılı vəziyyətə düşür, onun himayəsini qəbul edir və bundan sonra İrəvan xanlığına hücumları daha da artmışdır. İrəvan xanlığı da Osmanlı ilə yaxınlaşmışdır. Doğrudur. Yaxşı, bəs İrəvan xanlığı nə vaxt Qacarlardan asılı vəziyyətə düşdü? Bəli, 1795-ci ildə Tiflisi tutandan sonra Ağa Məhəmməd xan Qacar geri qayıdır. Aslı vəziyyətə saldığı xanlıqlardan biri də məhz İrəvan xanlığı olur. Bakı idi, İrəvan idi, Dərbənd idi. Bu xanlıqları Tiflisi tutandan sonra özünə tabi etmişdir. Doğrudur. Yaxşı, siz mənə deyin görün.
xanlığı idi? Bəli, Naxçıvan xanlığı idi, doğrudur. Naxçıvan xanlığının əsasını kim qoymuşdu? Heydərqulu xan qoymuşdu, doğrudur. Naxçıvan xanlığı nə vaxt Pənahəlidən asılılığı qəbul etmişdi? Qarabağ hakimi Pənahəlidən. Bəli, 1750-ci illərdə deyir ki, Pənahəlidən asılılığı qəbul edir. Yaxşı, Naxçıvan xanlığı hansı xanlıqlarla həmsərhəddi idi? Məsələn, Qarabağ, İrəvan, Maku, Xoy və Təbriz xanlığına həmsərhəd idi. Doğrudur. Yaxşı, deyirik ki, Heydərqulu xan öldükdən sonra hakimiyyətə gəlir Hacı xan. Bəli, bəs yaxşı, kimin təklifi ilə deyirik ki, Naxçıvan xanlığı Hacı Çələbiyə qarşı olan Qızılqaya xəyanətində iştirak edir? Bəli, Pənahəlinin təklifi ilə nə vaxt? 1752-də. Doğrudur. Bəs Naxçıvan xanlığı Şiraz qonaqlığında iştirak etmişdimi? Bəli, o da doğrudur. 1763-də. Bəs İrəvan xanlığı həm Qızılqayada, həm də Şiraz qonaqlığında iştirak etmişdimi? Qızılqayada, bəli, amma Şirazda xeyr. Şiraz qonaqlığında iştirak etməmişdir. Naxçıvan xanlığında hakimiyyəti iki dövrə bölürük. Hansılardır onlar desək, deyərik ki, 1747-97 müstəqillik və əsasən yarımasızlıq dövrüdür. 1797 və 1827 isə demək asıllıq dövrüdür. Hansı dövlətin asıllıq dövrüdür? Qacarlarda. Naxçıvan xanlığı nə vaxt Qacarlardan əsl vəziyyətə düşmüşdür? 1797-ci ildə. 95-də isə aslı vəziyyətə sala bilməmişdir. Ağa Məhəmməd xan Qacar 95-də İrəvan aslı vəziyyətə salır, amma Naxçıvanda ciddi müqavimətə rast gəlmişdir. Yaxşı, bəs İrəvan xanlığı Kərim xan Zənddən aslı vəziyyətə düşmüşdürmü? Xeyr, Kərim xan Zənd İrəvan xanlığını aslı vəziyyətə sala bilməmişdir. Yaxşı, siz mənə deyin görün, bu dövrdə iki hakimiyyətli xanlıqlar hansılar idi? Bəli, Şamaxı xanlığı idi, biri də Gəncə xanlığı idi. Bəs hansı xanlıq yarananda elə iki hakimiyyətli vəziyyətində yaranmışdı? Bəli, Şamaxı xanlığı. Niyə? Çünki Nadir nə vaxt Şamaxı əhalisini bax bura Ağsuya köçürmüşdü? 1734-də. Bəs xanlıq nə vaxt yarandı? 1747-də. İki hakimiyyətli olaraq yarandı. Bir hissəsində Yeni Şamaxıda deyir ki, Hacı Məhəmməd Əli idi. Köhnə Şamaxıda da Məhəmməd Səid və ağası qardaşları idi. Sərkərlar sülaləsindən. Bu da onların xaricdən hücumlara, qonşu xanlıqlarla mübahisələri zəiflədirdi. Bəs nə vaxt birləşdi Şamaxı xanlığı? Bəli, 1763-də. Sərkərlar sülaləsindən Məhəmməd Səid xan Şamaxını tamamilə birləşdirdi özünə, doğrudur. Bəs Şamaxı xanlığı nə vaxt Quba və Şəki xanlıqları arasında bölüşmüşdü? 1767-də. Nə vaxt Quba xanlığı tamamilə özündən asılı vəziyyətə saldı? 1768-də. Doğrudur. Yaxşı, deyin görün mənə, Şamaxı xanlığı nə vaxt Qacarlardan asılı vəziyyətə düşdü? 1795-də müqavimət göstərdi. Ağa Məhəmməd Şamaxıya daxil olsa da orada heç bir əhali yox idi. Əhalini Mustafa xan hara köçürmüşdü? Fid dağına. Yaxşı, 97-də isə asılı vəziyyətə salmışdı. Doğrudur. Şamaxı xanlığı nə vaxt Ruslardan asılı vəziyyətə düşmüşdü bəs? 1800 neçənci ildə? 5-də Kürəkçaya bənzər müqavilə ilə. Bəs nə vaxt Ruslar son qoydu Şamaxıya? 1820-ci, daha doğrusu, bəli, 20-ci ildə doğrudur. Son qoymuşdu. Yaxşı, baxırıq biz Gəncə xanlığına. Deyin görün mənə, Gəncə xanlığı kim tərəfindən yaranmışdır? Hansı sualə idi burada? Qacarlar tayfasından olan Ziyadoğlu nəsli idarə edirdi. Ziyadoğlu nəslindən Şahverdi xan Ziyadoğlu Gəncə xanlığını yaratmışdır. Doğrudur. Yaxşı, bəs Gəncə xanlığında iki hakimiyyətlik nə vaxt olmuşdur? 1780-83-cü illərdə. Niyə iki hakimiyyətlik oldu burada? Kimlər böldü ki Gəncəni? Bir tərəfdən Qarabağ, bir tərəfdən də Katolika Xeytiyə çarlığı. Niyə? Çünki Gəncə xanlığı
bunlara deyir ki, xərac verildi. Amma onu dayandırdığı üçün bunlar da Gülşeni Gəncəni iki hissəyə böldülər. Bir tərəfdə Qarabağın təyin etdiyi, bir tərəfdə də Gürcülərin təyin etdiyi hakim idarə edir. Lakin bunların öz başlanğılı nəticəsində burada narazılıq baş verdi və 1783-cü ildə iki hakimiyyətliyə son qoyuldu. Doğrudur. Cavad xanın hakimiyyət illərini alaqdı bəs 1786-1804-cü illərdə. Doğrudur. Gəncədə belə deyim, pul var idi. Hansı puldan istifadə olunurdu? Şahı və Abbası adlanan pullardan istifadə olunurdu Gəncədə, düzdür. Bəs qara pul var idi. Qara puldan harada istifadə olunurdu? Bəli, İrəvan xanlığında da qara puldan istifadə olunurdu. Yaxşı, deyin görün mənə, Gəncə xanlığı nə vaxt ruslardan asılı vəziyyətə düşmüşdü? 1796-da, bir də 1804-də. Bəs Gəncə xanlığı nə vaxt ləğv olunmuşdu? Elə 1804-cü ildə Ruslar tərəfindən işğal olunanda Cavad xan da burada ölmüşdü. Yaxşı, deyin görün mənə, hansı xanlıq idi ki, onun əsasını 1-ci Mirzə Məhəmməd xan qoymuşdu? Bəli, Bakı xanlığı idi, doğrudur. 1-ci Mirzə Məhəmməd xanın dövründə Bakıda nə baş vermişdi? Bakının iqtisadiyyatı dirçəlmişdi və Bakı qalası möhkəmlənmişdi, doğrudur. Bəs kimin dövründə Bakı Qubadan asılı vəziyyətə düşmüşdü? Bəli, Məlik Məhəmmədin dövründə. Neçənci ildə? Bəli, 1767-ci ildə. Müharibə ilə yoxsa dinci yolla? Diplomatik yolla, bəli. Çünki Quba xanı Fətəli xan öz bacısını Məlik Məhəmmədə verir, nikah diplomatiyası bağlayan o özündən asılı vəziyyətə salmışdı. Doğrudur. Yaxşı, deyin görün mənə, Bakı xanlığı nə vaxt ruslar tərəfindən işğal olundu? Bəli, 1796-da, ikinci dəfə isə 1806-cı ildə işğal olundu və ləğv olunmuşdu. Doğrudur. Bəs yaxşı, hansı xanlığı idi ki, onun əsasını Səfəvilər nəslindən olan xan qoymuşdu? Bu hansı xanlığı idi? Bəli, Lənkəran xanlığı idi. Lənkəran xanlığı. Yaxşı, Lənkəran xanlığının əsasını kim qoydu? Cəmaləddin Mirzə bəy. Onu necə adlandırırlar? Qara xan adlandırırdılar. Bəli, doğrudur. Lənkəran xanlığında dedik ki, nə vaxt ruslardan asılı vəziyyətə düşür Lənkəran xanlığı? 1813-cü ildə. Hətta Gülüstan müqaviləsinə görə Lənkəran xanlığı ruslardan asılı vəziyyətdə qalacaqdır. Yaxşı, bəs burada Dərbənd xanlığı nə vaxt Quba xanlığından asılı vəziyyətə düşmüşdü? 1759-cu ildə. Doğrudur. Yaxşı, məncə xanlıqlardan bu qədər kifayətdir. Birinci hissədə də yetərincə xanlıqları sual-cavab etmişim. İndi isə xanlıqlardan əlavə bilirik ki, 18-ci əsrin ortalarında Nadir Şah Əfşarın imperiyası parçalandıqdan sonra xanlıqlarla yanaşı burada sultanlıqlar və məlikliklər də yaranmışdır, düzdürmü? Məsələn, hansı sultanlıqlar var idi burada? Borçalı, Qazaq, Şəmsəddi, İlusu, ondan sonra burada Qəbələ, Ərəş, həmin o bu ərazilərdə yerləşdi onlar. Sultanlıqları var idi. Yaxşı, bəs bu sultanlıqları kim idarə edirdi? Elə adından da göründüyü kimi sultan idarə edirdi, düzdürmü? Bəli. Bəs hansı sultanlıqda sultan əvvəl əhali tərəfindən seçilirdi? Lakin 18-ci əsrin sonlarından irsən keçməyə başladı. Sizcə bu hansı sultanlıqdır? Bəli, İlisu sultanlığıdır. Doğrudur. Yaxşı, bəs hansı sultanlıqlardır ki, bunlar Səfəvilər dövründə yaranmışdır? Məsələn, elə İlisu sultanlığının özü, ondan sonra Borçalı sultanlığı və bir də Ərəş, bu ərazilərdə yerləşir Ərəş sultanlığı, məhz Borçalı, İlisu, bir də Ərəş sultanlığı məhz Səfəvilər dövründə yaranmışdır. 16-cı əsrin ikinci yarısında hansıydı? İlisu sultanlığı idi. Bəli, İlisu sultanlığı. 17-ci əsrin əvvəllərində də Borçalı sultanlığı idi. Doğrudur. Yaxşı.
vəziyyətdə düşmüşdür. Yaxşı, bəs deyin görün mənə, Hacı Çələbi bilirsiniz ki, birləşdirmə siyasəti aparırdı, düzdürmü? İlk əvvəl hansı ərazilər birləşdirmişdi özünə? Qəbələ, Ərəş, Qurtqaşın sultanlıqlarını özünə birləşdirib, sonra da Təbrizə yürüş eləmişdi. Bəli. Yaxşı, deyin görün burada hansı nədən söhbət gedir ki, oranı qan qohumluğuna əsaslanan türk soylu tayfaların icmaların birləşməsindən yaranmışdır. Bəli, Carbalakən cəmaatlıqıdır. Doğrudur. Bəli, bir dənə cəmaatlıq var idi, 6 dənə sultanlıq, 5 dənə məliklik və 20-yə yaxın xanlıq var idi. Doğrudur. Və həmin bu dedik ki, Carbalakən cəmaatlığı da qan qohumluğuna əsaslanan icmalardır. Hansı icmalar idi onlar? Türk soylu icmalar. Kater, Tala, Muxa, Cənik, ondan sonra digər tayfalardan ibarət idi. Yaxşı, deyin görün mənə, nə vaxt deyir Carbalakən cəmaatının Şəki xanlığının aslı vəziyyətə düşmüşdür? Bəli, 18-ci əsrin 50-ci illərində. Bəs nə vaxt çıxdı asıllıqdan? Bəli, 18-ci əsrin sonlarında. Doğrudur. Yaxşı, bəs Carbalakən cəmaatlığında dedik ki, ali orqan nə idi? Ali orqan xalq yığıncağı idi. Doğrudur. Xalq yığıncağında hansı məsələlər həll olunurdu desək, deyərik ki, müharibə, sülh və bir də deyək ki, daxili xarici məsələlər. Bəs kimlər iştirak edirdi xalq yığıncağında? Ağsaqqallar və həddi buluğa çatmış oğlanlar, yəni kişilər iştirak edirdi. Doğrudur. Bəs məhkəmə işlərinə burada kim baxırdı? Ruhanilər. Bəli, və ruhanilər burada yüksək nüfuza malik idi. Yaxşı, deyin görün mənə, məhkəmələr hansı əsasda idarə olunurdu? Şəriət qaydaları əsasında idarə olunurdu. Doğrudur, bəli. Yaxşı, bəs deyin görün mənə, burada məlikliklər hansı xanlığın ərazisində yerləşirdi? Bəli, Qarabağ xanlığının ərazisində yerləşirdi. Məlikliklərin vəzifəsi nə idi? Separatçılığı idi, bölüşdürücülük. Rusiya ilə digər xanlıqlarla əlaqə saxlayıb, burada nə yaratmaq istəyirdilər? Xristiyan dövləti, bəli. Bəs yarada bilmişlərdi, bilmədilər. Bəs yaxşı, buranın yalnız yerli albanlardan, xristiyanlardan ibarət olan məliklik hansı idi? Xaçın məlikliyi idi, bəli. Digərləri isə bura müxtəlif ərazilərdə gəlmişdilər, doğrudur. Məsələn, Vərəndə məliyi var idi, Göyçədən gəlmişdi. Orada Lorudan gəlmişdi, Dizak. Məsələn, Mağavizdən gəlmişdi, Çiləböl. Şirvandan da gəlmişdi, Talış məlikliyi. Aha, bu da oldu bizim 18-ci əsrdə məhz Azərbaycanda xanlıqlar, sultanlıqlar, məlikliklər və cəmaatlığın sual-cavab videosu.